Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2024-cü il iyulun 1-i səhər saat 7 radələrində 20 yaşlı Təxminə Qasımovanın öldürülməsi barədə 4-cü polis şöbəsindən Binəqədi rayon prokurorluğuna məlumat verilib. Baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Rəsulzadə qəsəbəsində yerləşən fərdi evdə baş verib. Məlum olub ki, ailə münaqişəsi zəminində qızı, qardaşı Təbriz Qasımov boğaraq qətlə yetirib. 1 iyul 2024-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi 80 ünvanında baş verir. Çarpayda üzərində zorakılıq əlamətləri ilə 2004-cü il təvəllüdlü Təxminə Qasımovanın meyidi aşkar edilib. Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Təxminə Qasımovanın ölümünə boyun üzvlərinin sıxılmasından baş vermiş mexaniki strangulyasiyon asfiksiya səbəb olub. İstintaqla müəyyən edilib ki, ailə üzvlərinin razılığı olmasa da Təxminə Qasımova əvvəllər qeyri-rəsmi yaşadığı ayrı-ayrı şəxslərdən 2 övladının olmasına, anası və qardaşı ilə birlikdə yaşadığı müddətdə satıcı işlədiyi mağazada iş saatını saat 21-də qurtarmasına baxmayaraq mütəmmadi evə saat 23-dən sonra qayıdıb. Bacısının müxtəlif kişilərlə intim münasibətdə olmasını ehtimal, həyat tərzini və davranışını ailələrinin nüfuzuna təhqir hesab edən Təbriz Qasımov iyulun 1-də qardaşından Təxminənin yenidən evə gec gəlməsini öyrəndikdən sonra onu öldürmək qərarına gəlib. Səhər saat 4 radələrində kirayədə qaldığı Nərimanov rayonu 6-cı göl kənarı küçəsində yerləşən evdən çıxaraq anası gələn Rəsulzadə qəsəbəsində yaşadıkları evə gəlib. Çarpayda yatmış Təxminə Qasımovanın üzərində oturaraq qollarını dizlərinin altına salıb və hər iki əli ilə boğazını sıxıb, əl-üz dəsmalını boğazına dolayıb. Həmin vaxt otağa daxil olan qardaşı, həmçinin yuxudan oyanan anası ona mane olmağa çalışsalar da Təxminə Qasımovanın bədəni hərəkətsiz qalana dək boğmaqda davam edib. Bu hərəkəti ilə Təbriz Qasımov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Təbriz Qasımov bildirib ki, 1997-ci ildə Gədəbəy rayonunda anadan olub, subaydı. 2020-ci ildə Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsi iştirakçısı və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. 2021-ci ilin əvvəllərində hərbi xidmətdən qayıtdıqdan sonra 6 ay Şəmkir rayonunda yaşayıb, işləmək məqsədi ilə Bakıya gəlib. Onlar razı olmasa da 2019-cu ildən 2021-ci ilədək bacısı Təxminə anar həbibli ilə qeyri-rəsmi yaşayıb. Könül adlı övladları dünyaya gəlib. 2022-ci ilin may ayından bacısı Məmməd Məmmədovla yaşamağa başladığından övladını atası Anarın himayəsinə verib. İkinci şəxslə qeyri-rəsmi münasibətdən Məryəm adlı qızları anadan olub. Aralarında baş vermiş davalardan sonra 2023-cü ildə Təxminə yenə də Şəmkir rayonuna qayıdaraq anası ilə birlikdə yaşayıb. Onları el arasında biabır etməsi səbəbindən bacısı ilə ünsiyyətini kəsib. Təxminən tüfeyli həyat tərzi keçirib. Vaxtaşırı ayrı-ayrı şəxslərlə münasibətdə olub. O qardaşı Bəhmanla 28 may küçəsində yerləşən evlərdən birində kirayədə qalıb. Təxmini ilə anası həmin ilin dekabr ayında Bakıya köçüblər. O özəl şirkətdə fəhlə işləyib. Təxminənin ikinci övladı 2024-cü ilin may ayında ölüb. Hadisədən təxminən bir ay əvvəl bacısı xırdavat mağazasında işləməyə başlayıb. Bəhmanla danışan zaman qardaşı ona Təxminənin evə gec gəldiyini və telefonla müxtəlif şəxslərlə danışdığını deyib. İyunun 30-u axşam saat 23 radələrində qardaşı ilə birlikdə kartdan pul çıxarmaq üçün Azadlıq metrosunun yaxınlığındakı bankomata gedib. Kartdan 470 manat pul çıxarıb Bəhmana verib. Qardaşı Təxminənin iş yerinə gedib onu evə gətirəcəyini deyib.
Onunla sağollaşaraq metro ilə yaşadığı evə gedib. Bəhmanla zəngləşəndə o təxminəni iş yerinin qarşısında gözlədiyini bildirib. Daha yarım saatdan sonra danışanda qardaşı bacısına müdirin avtomobilinə minərək oradan uzaqlaşdığını, amma yaşadığı ünvana qayıdanda artıq təxminənin evdə olduğunu xəbər verib. O qardaşına heç nə etməməsini və onu gözləməsini deyib. Saat 4 radələrində anasıgilin yaşadığı evə çatıb. Təxminəni öldürməyə mane olmasın deyə siqaret alma bəhanəsi ilə qardaşını marketə göndərib. Otağa girib yataqda yatmış təxminənin üzərinə çıxıb, əlləri ilə boğazından tutduqda bacısı yuxudan oyanıb, yumruqla üzünə zərbələr endirib, əlləri ilə möhkəm sıxaraq onu boğmağa başlayıb. Altından çıxmağa cəhd etsə də buna imkan verməyib. Daha rahat boğmaqdan ötürü başının altındakı dəsmalı boğazına dolayıb. İçəri girən Bəhman onu arxadan tutaraq geriyə çəkib, "Burax onu, öldürəcəksən" deyə qışqırıb. Dodaqlarının göyərdiyini və hərəkətsiz qaldığını görüb təxminəni buraxıb. Bəhman nəbzini yoxlayaraq onun öldüyünü deyib. Anası ilə qardaşı təcili yardım stansiyasına zəng etmək istəsələr də onlara buna ehtiyac olmadığını bildirib. Sonra 5-ci polis bölməsinə gedərək hadisə barədə məlumat verib. Daha sonra onu inzibati ərazi üzrə 4-cü şöbənin əməkdaşlarına təhvil veriblər. Təbriz Qasımov əlavə edib ki, bacısını əvvəllər də öldürmək istəyib, lakin hər dəfə təxminəyə bir şans verib. Niyyəti barədə heç kimə məlumat verməyib. Hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Narkotik vasitələrdən təsadüfi hallarda istifadə edib. Axırıncı dəfə 6 ay əvvəl marixuana çəkib. Sizə Cinayət Prosessual Məcəllənin 91-ci maddəsi nəzərdə tutmuş vəzifələr izah edildi. Aydındırmı? Bəli. Bəli. Siz 02.07.2004-cü il tarixdə verdiyiniz ifadəni əyani sürətdə göstərə bilərsinizmi? Bəli. Qardaşınız yəni? Qardaşım mən Qasımov Bəhman qardaşım mən gəldim evdə söhbət eləmişdik. Yəni nə tərdir vəziyyət. Yəni bir iki dəfə demişdim narahatçılıq var. Yəni əməl eləmir də bəzi sözlər var. Kimin narahatçılığı? Bacım Qasımov təyinində narahatçılıq var. Sigaret çəkib söhbət eləmişdik. Sigaret çəkib söhbət elədik. Sonra köfçü içəri götürüyorlar. Daxil oldu. Burada nə haqqında danışıyorsunuz? Burada sadəcə narahatçılıq haqqında, nə səbəbdir, nə problemlər olduğu haqqında söhbət elədik. Yəni, qızın elədiyi hərəkətlər haqqında söhbətlər eləmişdik ki, nədir, nə səbəbdir belə. Yəni, o dəfələrcə demişdi ki, yəni, belə evə gec gəlməsi var. Yəni, bəzi hərəkətləri var, çabuk qaytarlıqları var, bunlar. Yəni, o səbəblərdən əvvəlki vəziyyətdən də bir üç dəfə ailə həyatı qurub. Yəni, o da tanımadığı şəxslər, birincisi ailə həyatı qurub, imtiyazlı uzaq sınandı. İkisi yəni şeydir də, qoşulub qaçmaq. Onun hesablardan sonra yəni mən ona demişdim ki, yəni yığışsın, yığışmadı mən də. Dağlara alaq. Siz də bu ünvanda yaşayırsınız yoxsa? Bəli, biz bu ünvanda yaşayırıq, hal-hazırda kirayədir. Hadisə baş verən vaxta qədərsiniz? Hadisə baş verən vaxta qədər xeyr, əvvəldə mən bu hadisə baş verməmişdən qabağa mən burada yaşayırdım, bacım başqa yerdə yaşayırdı. Bura gətirəndə mən öncə təbii ki ayrıldım, yəni o bir yerdə yaşamaq istəmirdi. Bacınızla bir yaşamaq istəmirsiniz, səbəbi nədir? Səbəbi elədiyi hərəkətləri. Qardaşınızla burada söhbət etdikdən sonra nə elədiniz? Qardaşımla burada söhbət etdik, sonra girdik içəri, qardaşımın yatdığı otağa geçdik. Buyurun göstərin. Zəhmət olursa, harada daxil oldunuz, harada əyləşdiniz? Burada əyləşdik, qardaşımın yatdığı yerdə əyləşdik. Göstərək bizə zəhmət olmasa. Burada qardaşım əyləşdi, 5 dəqiqə onları söhbət elədik. Sonra qardaşımı dükana göndərdim, su və sigaret alsın yana. Qardaşım darvazadan sonra çıxanda əvvəlcədən bilirdim də, harada yatır, anam harada yatır. Kim harada yatır? Qasımov təhminədə bacım. Harada yattığını bilirdim, anamın da təhminən də harada yattığını bilirdim. Qardaşımı sigaret və su dalına göndərdim. Qardaşım darvazadan sonra çıxan kimi də, yəni əvvəldən fikrimdə var idi ki, yəni bu belə olmaz da. Əvvəldən nəyə fikriniz var idi? Fikrim var idi ki, yəni belə davam eləsəydim onu öldürmək fikrim var idi. Bu işi görəcəyini bilirdim. Bacınızı öldürmək istəyirsiniz. Qardaşım darvazadan çıxdıqdan sonra bilirdim ki, burada yatır. Evet. Tez keçdim bura. Keçən gün bir dənə sıxatına vurdum. Göstər yaxınlaşa. Harada yatmışdı bacınız? Burada yatmışdı. Yəni burada balişdə yatmışdı.
Aha. Bir dənə sifətindən vurdum, bir də boğmağa başladım. Qardaşım çiğdar vurdu. Hansı vəziyyətdəydiniz? Üstündə Çıxın göstərin zəmdə olmasa. yəni bu vəziyyətdə, belə. Üstündə. Yəni bu vəziyyətdə boğdum. Sonra bir rəng də vardı, görürsün. Kraska koymuştu başına. Paket tamamı. Dəsmalda vardı onun arkasında. Onunla da Kamera danışın. hirsim soymaq üçün dəsmalla yerdə yenə həmişə qədərdə boğdum dəsmam. Ona kimi də anam oyandı, qardaşım da gəlmişdi. Yəni alimman alma çaşdılar, ya gördüm ki bu ya ölüb ya. Siz bacınızı boğan zamanı sizinlə danışa bilirdimi? Xeyr. Kömək istəmək, andaman Yox. görmək. Yəni o vuranda birinci vurmuşam deyə, yəni şokdur, yəni biraz danışmadı. Danışmağa da aman vermədim ki, danışa bilsin. Bəs sizi aralaşdıran zamanı qardaşınız, ananız sizə eləmək, dedilər. istifadə edirlərmi? Bəli, qardaşım dedi, anam dedi. Həm də qardaşım biraz məndən də şeylərdi, tartışdırdı ki, əlimi ala bilsin, əlimi alamıyorlar. Anam da şeylərdi, qızın qolunun qıçasına tutmuş, dartırdı. Əlimə çıxması üçün. Dayı gördüm, ölüb gözlərdi. Sonra qalıb dodaqları görmüşdü yenə də. Bildim ki, ölüb bıraxdım. Öldüyündən əmin oldu. Öldüyündən əmin olanı sonra bıraxdım da düşdüm üstündən, gəldim çöldə, anam oturdu, ağladı evdə. Sonra nə oldu? Heç nə çıxdım çöldə, oturdum, siqaret çəkdim. Qardaşımla anam da çıxardım ki, gəlin də. Onun yanından əldən birləşdim. Siz ifadənizdə bildirirsiniz ki, o əmrənizə və son dəsmandan boğmağı. Dəsmanla boğmuşam çünki bilirsiniz, kraska qoymuşdur, yəni orada görürsünüz da, yəni kraskanın izi də var da, kraska düşür. Başın altında dəsman var, açıq şəkildə. Yəni o dəsmanla boğmağı üstündə. Bir də paket vardı, başına keçirmişdi, o paket də sifətinə basmış. Həmin proses nə ilə davam etdi? Həmin proses qardaşım anam gələn kimi, anam oyanan kimi dediyimiz tapıb edir, anam biraz ağrı yapır, ondan da çəkir. Və təxmini 200, yəni 4 dənə, nə deyim? Həmin proses 2-3 dəqiqə çəkdi. Onsa əyləşdim, burada siqaret çəkdim, anamla, qardaşımla yeni dərdləşdim ki, bunu eləməliydim, gediş yaxşı deyildi. Onlara hadisənin hansı səbəbdən tərəflərinizi bildirdinizmi? Bəli, bildirdim ki, yəni Hansı səbəbdir? Səbəb nə idi? Bir səbəb bir dənə də bir qeyd edeyim. səbəb qeyri-qanuni həyat yoldaşı olması, yəni bir neçə səfərlərlə qeyri-qanuni qoşulub qaçmağı səbəbindən, indiki zamanədə başqasıyla danışmasının səbəb bilirdim, iş yerindən telefonu gec gəlmişdi. Saat neçədə gəlmişdi? Saat 1 varlarında gəlmişdi. Yəni qardaşım iş yerinə gedib qabağında gözləyib, yəni qardaşımı gözləmir. Müdürümün maşını yox ki, maşınısa əyləşib qalır. Evdə gəlib qardaşım soruşanda deyib ki, ya mən oradan gəldim, piyada gəlmişəm. Yəni qəbul eləmir ki, maşına gəldiyini deməyib də, yalan danışmağa yəni davam eləmir. Əvvəldə yəni qardaşımla danışırdım ki, yəni nə edir, nə iş görür. Bilirdim də söhbət. Siz bununla bağlı bazınıza əvvəldə irad bildiribsizmi? Əvvəl irad bildirmişdim, valideyn mən də demişdim ki, bildirsin ki, yəni bu yolla yürürsün. Yürürsün. Daha sonra nə ediniz? Daha sonra siqaret çəkdim, hava açıldı. Getdim qonaqlarımla görüşdüm. Kimlə görüşdünüz? Xalamla görüşdüm. Bir də polis bölməsinin yerinə gəldim ki, idarə harada daha girib təhsil alasıyam. 5-ci bölməyə getdim, təhsil edim. Aydındır. Əvvəllər bacınızın əxlaq səkətləri ilə bağlı aranızda hər hansı bir mübahisə, davadalaş? Mübahisə davadalaş, belə deyim, səs küy sadəcə olduqdan mübahisə eləmişik ki, bunları eləməsin də, davam eləməsin, hərəkətləri yavaşdırsın, ya qulaq asmadı. Aydın. Harada doğmuşsunuz? Gədəbəyə, Gədəbəyə. Harada qeydiyyatdaydınız? Şəmkir rayonu. Şəmkir rayonu. Şəmkir rayonu Töləcək. Subay. Əvvəllər məhkum olunmuş. Fəhlə işləmişsiniz. Bəli. Gədəbəyə miqrasiyaları öncədən. Bizə öz şəxsiyyətinlə bağlı bildirmək istədiyiniz başqa əlavələriniz var. Xeyr. İttiham haqqını məhkəmə verilişini almışsınız. Bəli. Hüquqlarınızı orada izah olunur. Bir də izah edirək ki, nə də təqsirlərinizi bilmək. Deməli, onların evə saat 23 radələrindən sonra və daha
qayıtmasından, onların eratlarından isə məhəl qoymayaraq, yaxşı edirəm, öz həyatımda necə istəyirəm, elə də yaşayacaq deməsindən narazı qalır. Bacısının müxtəlif kişilərlə intim münasibəti olmasını ehtimal edərək, həyat tərzini, davranışını özünə və ailələrinin nüfuzuna təhqir hesab etdiyindən, həmçinin Təminə Qasımovanın 1 iyul 2024-cü il tarixdə də evə gidiyindən gec gəlməsini qardaşı Dərman Qasımovdan öyrəndikdən sonra Təminə Qasımovanın ailə qarşı münasibətlərin pozulması səbəbindən şəxsi münasibətlər zəminində öldürmə qərarına gələrək İrəlidə yaşadığı Bakı şəhəri Nərimanov rayonu 6-cı göl kənarı küçəsində yerləşən fərdi yaşayış evindən həmin gün saat 04 radələrində anası gilində yaşadığı Binəqədi rayonunun Məmməd Əmin Rasımzadə qəsəbəsi İlham Hacıyev küçəsi bölgəli ev 80 ünvanına gələrək cinayətin törədilməsini asanlaşdırmaq, yəni kənar müdaxilənin olmaması üçün əvvəlcədən qardaşı Bərman Qasımovu siqaret almaq bəhanəsi ilə mağazaya göndərdikdən sonra Təminə Qasımovanın anası xanımla birlikdə yatmış olduqları işıqları söndürülmüş olsa da dəhlizdəki işığın düşməsi nəticəsində zəif işıqlanan notlara daxil olaraq həmin vaxt arxası üstə çarpayda uzanaraq yatmış vəziyyətdə olan Təminə Qasımovanın bədəni üzərində oturaraq qollarını dizləri altına salır, boğaz nahiyəsini hər iki əli ilə sıxmaqla boğmağa başlamış. Təqsir edirsiniz? Qismən. İfadə verəcəksiniz. Sadəcə burada sizə ittiham suçlamansızlıq və köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməkdə təqsir edirsiniz. Biz qismən deyəndə nəyə nəzərə tutursunuz? Qismən deyəndə xüsusi amansızlıq köməksiz vəziyyət olmur. Olur. Məhkəmə iclasında Təbriz Qasımov sərbəst ifadə verməkdən imtina edib. İfadə vermək istəmirsiniz, imtina edirsiniz. Yəni sizin izah eləmişdik keçən iclasında ifadə verməkdə imtina etmək hüququnuz var, siz yanında şahid olun, verilmiş suallara cavab verməkdə imtina edəcəksiniz və siz yanında şahid olun, suallara cavab verməkdə məsələnin hüququna maliksiniz. İfadə vermək istəmirsiniz, ümumiyyətlə ifadə vermək istəmirsiniz. Lazımına hakkını yazdığını Bu iddiayı böyle bir hüququnuz var. Bu iddiayı haqqı verdiyiniz ifadədir. O da ilman onlar. Ama siz məktubun ifadə vermək danışmaq istəmirsiniz. Zərərçəkmiş şəxsin hüquqi varisi xanım Məmmədova ifadəsində göstərib ki, qızının heç bir nigahı rəsmi olmayıb, 16 yaşında evdən qaçıb, heç cür öhdəsindən gələ bilməyiblər. Axırıncı dəfə yaranmış problemlərə görə Şəmkir rayonuna onun yanına qayıdıb. Orada qaldıqları müddətdə yenidən kiməsə qoşularaq evdən çıxıb gedib. Bacısını görməməkdən ötürü Təbriz başqa ünvanda kirayədə qalıb. İyulun 1-nə keçən gecə Bəhmanın qışqırıq səsinə yuxudan oyanıb. Əvvəl düşünüb ki, qızı ilə oğlu dava edirlər. Bəhmanı Təbrizi geriyə çəkməsini, təxminənin çarpayda hərəkətsiz vəziyyətdə qaldığını görüb. Özünü təqdim edin. Biraz ucadan zəhmət olun. Bəhman İsmixanoğlu. Qasımov, təqsirlərindən şəxslə qorxduğunuz ədalət düşünməkçiliyi var mı? Qorxduğunuz var təqsirlərindən şəxslə? Daha sınırda ifadə vermişsiniz, hal-hazırda ifadə vermək fikriniz var. Bəs o zaman sizə bir Mustafa elan olunurdu. Ümumiyyətlə ifadə vermək istəmirsiniz. Bacım axtarıb tapdı, bizimlə yaşamasına razı saldı. Sonra qardaşı bacının hərəkətlərini qəbul edə bilmir. Çünki bacım ümumi həyat tərzi keçirdir, yeni də fərqli şəxslərlə danışır. Özüm dəfələrlə telefon yarışmalarına şahid olmuşam. Hadisə barəsində bildirmək istəyərək ki, 30-2023 tarixdə günorta saatlarında qardaşım Təbriz ilə İnşaatçılar metrosunun yaxınlığında görüşdüm. Təminə Təbriz arasında bu mövzuda mübahisələri olmuşdur. Yəni onun yaşadığı həyat tərzi var. Başa düşmüşsünüz. Bundan qabaq onların arasında, hadisədən qabaq onların arasında mübahisələri var idi. Qabaqdan var. Sonra daha qoşulub gələnlər hadisə vaxtı. Təxminən hadisə vaxtı nə qədər çəkmişlər hadisə? Gördüyünüz hadisə bəli. 4-5 dəqiqə. Cəmd edirsiniz onlara.
Ananı sənin rəhbərdə yapmışdı, yoxsa yapmışdı? Onlar yapmıştı, prosto saçmalar altına arasında olmadı. Səs kimin səsidir? Sizin səsiniz. Yoxsa rəhbərdə? Bunlar sağlayın. Sualınız var təqsirə? Evet. Şahid Elşad Cabbarov bildirib ki, mağazaya satıcı tələb olunduğundan qarşısına elan qoyub. İyunun 10-da Təxminə adlı xanım iş üçün müraciət edib. Mağazanı reklam etmək və müştərilərlə əlaqə saxlamaq üçün Təxminə Qasımovaya telefon verilib. İş saatı bitdikdən sonra da qadın telefonu özü ilə evinə aparıb. İyunun 30-da mağazanın uçotu aparılıb. İşləri təxminən gecə saat 2 radələrində başa çatıb. Təxminənin telefonla danışdığını və kiməsə birazdan gəlirəm söyləməsini eşidib. Problem olduğunu soruşduqda qardaşı Bəhmanla danışdığını deyib. Hava isti olduğuna görə o çıxıb Təxminənin qardaşını mağazaya dəvət edib. Bəhman içəri daxil olaraq bacısı ilə aqressiv halda danışıb. Onun sərxoş olduğunu hiss ediblər. Sonra çölə çıxıb. Problem olmasın deyə Təxminəyə getməsini deyib. Evdən gecə saat 03:18-də WhatsApp tətbiqi vasitəsilə Təxminəyə səs ataraq növbəti gün malların uçotuna yenidən baxacaqlarını bildirib. Yəni Mübahisəni danışdı, yəni. Acıqlı danışırdı, mübahisələr danışırdı. Necə danışırdı? Vallahi belə bir mübahisəni danışırdı. Bu da sizin çıxarmağınız ki, Sizə qarşı yoxsa təxminəyə qarşı? belə olmuş. Ümumiyyətlə. Ümumiyyətlə. Nə dedi? Bu vaxtda kim? Niyə gəlməsi üçün burada qalıb, sənin də doyulan danışdı ki, yəni çıxıb ailələrlə belə başlayıb mübahisə aparmağa da suçdur. Sonra çıxdı özü, yoxsa siz çıxardınız? Yox, mən isə özüm çıxdım. Çıxıb hara getdi, gördünüz harada? Yox. Tam görmədiniz. Təxminə gedəndə sonra onunla birlikdə getdi, gördünüz kimlə getdi? Yox. Təxminə sizdən əvvəl çıxdı, yoxsa sizdən sonra? Yox. İşte olardı qabaqca. Qardaşımdan 5-6 ay sonra çıxdı. Bu şəxs deyildi də. Yox. Bir zalda bir nəfər əyləşdi baxın. Qalxın əvvəlsiz. Bəli. Bu şəxs deyildi. Təxminənin iş rejimi saat 9-dan axşam 20-yə qədər idi. Həftənin 6 günü işidir, istirahət günü isə özü təyin edildi. Təmin işlədikdə dərsə hər hansı müştəridən şikayət olunmamış və barəsində ancaq boş sözlər eşitmişdir. Başqa günlər də bu qardaşı ilə başqa qardaşı gəlmiş yerdə proseslər biraz olur mu ondan? Heç vaxt olur. Olub olmalı görmüş. Biraz qarşı qardaşlar heç görmüş. Və bu 3 həftə ərzində təxminə ilə bağlı ayrı söz-söhbət olur. Orada kimsə arxası ilə gələn, gedən, münaqişə, mübahisə yox. Prokuror təqsirləndirilən şəxsə 16 il 6 ay cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi oğluna qarşı şikayəti olmadığını bildirib. Listə tamamlanıb, dövlət tanıqçısı qurulmuş. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il 6 ay müddətli azadlıqdan məhrum cəzasına məhkum edilsin. Cəzaçəkməsi əvvəli tutulduğu gündən 51 il 2024-cü il tarixdən hesab alsın. Sizə də çıxış etmədiniz var, buyurun dinləyirsiniz. Əlaqəniz yoxdur? Yox, ölən də mənimlə, bilən də mənim. Oğlum orada başlayıb. Əyləşin. Müdafiəçi buyurun. Təqsirləndirilən şəxs Qasımov Təbriz İstifanoğlu cinayət prosesi başlanılan bu günə qədər məhkəmə prosesində özünü tam səhvlə aparmışdır. Cinayət törədəndən sonra könüllü şəkildə gəlib təqsirini boyun almışdır. Buna görə də mən məhkəmədən xahiş edirəm ki, təqsirləndirilən şəxs Qasımov Təbriz İstifanoğlu'nun yəni vətən müharibəsi iştirakçısı olmasını və bu şəxsin qanun varisindən onun doğma anası olmaqla ondan heç bir şikayətinin olmamasını müstəsna hal üçün münəzzəm olaraq təqsirləndirilən Təbriz Qasımov varisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə qanunda itham olduğu maddənin sanksiyasında müəyyən olmuş normadan daha aşağı həddə cəza təyin edilsin. Sözü demək istəmişsiniz. Mənim uşaqlar. Azərbaycan Respublikası adına Bakı Ağlı Cinayətlər Məhkəməsi 28 yıl 2025-ci il Bakı şəhəri barəsində həbs qəti imkan tələbə seçilmiş Qasımov Təbriz İstifanoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
120.2.4 və 120.2.3 maddələrlə təqsim edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasına baxaraq məhkəmə hökm etdi. Qasımov Təbriz İsmixanoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9 maddələrlə nəzarətən cinayət əməl törətməklə təqsir edilməsi. Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Təbriz Qasımovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə və 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddələri ilə düzgün tövsif edilib. Odur ki, o həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli icazə çəkmə müəssisəsində çəkməklə Təbriz Qasımov 15 il müddətinə azadlıqdan məhrum olunub. 5 müddətinə